Hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə fen müsabiqəsinə gedən hörmətli şagirdlərimiz sizinlə növbəti sınavın izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda deyir ki, X və Y iyonlarının mənfi yüklü hissəciklərinin sayı 1-in 1-ə nisbət. Mənfi yüklü hissəciklərin sayı nisbəti 1-in 1-ə kimidir və YM iyonu 3 elektron aldıqda çevrildiyi iyonla X N iyonunun N iyonla X iyonun yüklərinin ədədi qiymətcə bərabər olur. X və Y iyonların proton sayılarının cəmi 39-a bərabər olarsa N və M müəyyən edin. Deməli bu 39-dursa necə? 39'dan çıxacaq 15'i. Yəni bu deməkdir ki 15 üstə gələnsin Y, yəni Y-in kütləsi bu 39'a bərabər olmalıdır. Buradan da Y-imiz bərabər olacaq. Necə? 39'dan 15'ini çıxsaq 24. Bizdən nə deyir? İyondakı mənfi yüklü hissəciklərinin sayı 1-in 1-ə nisbətidir. İndi bizdən nəyi soruşur? Bizdən soruşur ki YM 3 elektron aldıktan sonra çevrildiyi iyonla. Yəni Y özündən 3 elektron alır. Bu özündən 3 elektron alanda 3 elektron yəni M minus 3 elektron alanda çevrildik N'ə ədədi qiymətcə N'ə bərabər olur. Və bizdən soruşur ki, X və Y proton sayıları N və M'i müəyyən edin. Əgər bu N mənfi 4 olarsa və ondan 3 elektron alanda, M özündən 3 elektron alanda, burada da müsbət 5 olsa, 5 müsbət 2 olacaq. Ona görə bu variant uyğun gəlmir. N burada müsbət 3 olarsa, M özünə 3 elektron alanda mənfi 9 olmalı. Bu da mümkün deyil. Burada da yenə mənfi 9 deyilə bir hissə yoxdur. Ona görə burada məsələn N mənfi 3 olursa, Y-də özündən müsbət 6 olursa, 3 elektron alanda müsbət 3. Onda nə idi? Ədədi qiymətcə bir-birlərinə bərabər olmuş olacaqlar. Hansı temperatur aldı hər iki maddə aqreqat halı dəyişməz. Yadınızda saxlayın ki, bu halda aqreqat halı dəyişməz ki, bunlar ərimə və qaynama temperaturu arasında olan məsafə. Ərimə və qaynama temperaturu arasında olan hissə birincidədir, yəni 5 ilə 85 arasında. Hər biri X-də, Y-də, eyni zamanda Z maddəsi üçün də ərimə və qaynama temperaturunun arasında yerləşir birinci. Sonra 50-dən 120-yə. Artıq burada X üçün ərimə ilə qaynama arasında yerləşmir. Ona görə üçüncü variantı götürmürük. Buradan ikinci 50 ilə 95. 50 ilə 95 hər üçündə ərimə ilə qaynama arasında geçir deyə 2-ni də götürürük. 4'ü heç birinə uyğun deyil deyə götürmürük. Onun cavabımız olur 1, 3. Molekulunda 2 atomlu olan elementi müəyyəndir. 2 dənə müxtəlif atomdan ibarət olan element biri C variantına verilmişdir. Verilən ifadələrin hansı aseton üçün doğrudur? Deməli, asetonun formulunu biz bilirik ki, asetonun formulu C3H6 odur. İndi bizə bu formulu yazdıq. Molekulunda bir oksigen atomu var. Bax, gördüyünüz kimi molekulunda bir oksigen atomu var. Molekulunda 2 karbon atomu var. Xeyr, 3 dənədir. Molekulunda hidrogen atomlarının sayı 6'dır. Bəli. Xarakterik ili rəngsiz suda yaxşı. Suda yaxşı həll olan uçucu mayedir. Bəli. Tipdə dezinfeksiya edici kimi istifadə olunur. Xeyr, tipdə həll edici kimi istifadə olunur. Bu da bir də 6. Deməli 1, 3, 4, 6. Bu da A variantına uyğun gəlmiş olacaq. Növbəti sualımıza A variantı. Növbəti sualımıza baxaq. Deyir ki, karbon atomlarının sayı A-A'dır. Karbon atomlarının sayı A-A'dır, yəni bir-birlərinə nədir? Bərabərdir.
Ona göre karbonatı en çok olan maddəni buradan 1 mol götürsək, bundan da 3 mol götürsək, bunların karbon atomlarının sayı bərabərdir. Qarşıdakı molekulların say nisbəti 3-ün 1-ə nisbəti olacaq. Bu da C variantına uyğun gəlir. 6-cı sualımızda deyir ki, A yalnız kimyəvi yolla tərkib hissəsinə ayrılır. B-nin tərkibində maddə fərdi xassəsini saxlayır. Deməli, A kimyəvi birləşmədir, B isə qarışıqdır. A kimyəvi birləşmədir. B-nin qaynama temperaturu, qarışığın qaynama temperaturu sabit deyil. Qanın tərkibində elementlər birləşmənin tərkibi müəyyən nisbətdə birləşir, istənilən nisbətdə qarışıq olmaz. Fiziki yolla əmələ gətirən maddələr ayrılır. Bir də 1-4 cavabımız olacaq. 1-4 A variantına uyğun gəlir. 7-ci sualımızda deyir ki, başlanğıcda 15 molekul 2 atomlu elementlər qarışdırılır. Aşağıdakı kimi reaksiya baş verir. Bura diqqətlə baxsaq görəcəksiniz ki, bu hidrogenin azotla reaksiyasıdır və bu zaman amonyak alınır. Bax, 2 mol amonyak NH3. Burada da nə idi? 3 dənə. 3 yazaraq bunun qarşısına. Deməli, bizdən nəyi soruşur? Bizdən soruşur ki, başlanğıc bir maddələrinin biri tam sərf olunarsa, bir tam sərf olunana qədər davam edir və son qarşılıqda 9 molekul maddəyə reaksiya daxil olmayan maddə molekulların sayını müəyyən edir. Deməli, bunların cəmi neçə olmalıdır? Bunların cəmi 15 olması üçün burada 9 olmalıdır. Burada da 6 olmalıdır. Bunların cəmi bizə 15'i verəcəkdir. 9 mol azot hamısı reaksiyaya girəcək və bu zaman biz bilirik ki, 3 molekul azot reaksiyaya girəndə 2 molekul amonyak alınır. 9 molekul azot reaksiyaya girəndə x molekul amonyak alınacaq. X da bərabər olacaq neçəyə? 9 ilə 9 ixtisar gedəcək elə. Buradan ixtisar getsək 3, 6. Deməli 6. Burada alınan amonyakın miqdarı 6'dır. Ona görə 9'dan da 6'sını çıxır. Deyir, reaksiya daxil olmayan maddə. 9'dan da çıxanda 6, 3 eləyir. Bu da B variantına uyğun gəlir. X maddəsini müəyyən edin. Nəyi həll olması temperaturla düz mütənasibdir. Yadınızda saxlayın ki, temperaturla düz mütənasib olan bərk maddə, suda həll olan duzlardır. Burada da kalium nitratdır. Hidrogen xloridin suda doymamış məhlul necə hazırlamaq olar? Deməli, yadınızda saxlayın ki, doymamış məhlul hazırlamaq üçün bunu suda həll olmasını azaltmaq lazımdır hidrogen xloridin və yaxud da ki, məhlulu durulaşdırmaq lazımdır. Bunun üçün neyinir məhlulu durulaşdırmaq? Təzyiqi azaltmaq lazımdır. Bir də temperaturu artıranda, təzyiq azalanda temperaturu artıran cevdir. X5 iyonunda neytron sayı proton sayından bir vahid çoxdur. Burada hesablasaq 2, 10. 15 iyonsa, deməli bunun protonunun sayı 15'dir. Və protonun sayı 15'dir. Neytronun sayı neçə olacaq? Bir vahid çoxdur dediyinə görə 16. 15 ilə 16'nın cəmi də 31 olacaq. Bir dəqiqə bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.